sən onların dediklərinə səbr et. Gün doğmamışdan əvvəl və batmamışdan əvvəl Rəbbini həmd ilə təriflə. Gecənin bir vaxtında və səcdələrdən sonra onun şəninə təriflərdir. Dinlə ey Peyğəmbər! O gün carçı yaxın bir yerdən çağıracaqdır. O gün onlar bu səsi gerçəkdən eşidəcəklər. Bu, qəbirlərdən çıxma günüdür. Şübhəsiz ki, dirildən də, öldürən də bizik. Dönüş də yalnız bizədir. O gün yer onlardan ötürü yarılacaq, onlar sürətlə carçıya doğru çıxacaqlar. Beləcə onları bir yerə yığmaq bizim üçün asandır. Biz onların nə dediklərini yaxşı bilirik. Sən onları məcbur edən deyilsən. Sən mənim təhdidimdən qorxanlara Qur'anla